Buralar standart şəklə aid sualın həllinə baxaq. Verilib A verilib, B də verilib. Bizdən ədədlərin hasilinin tərtibini soruşur. Bu ifadədə A vurulsun B-ni soruşur, yəni bizdən və tərtib neçədir onu tapmalıyıq. A vur B nəyə bərabərdir? 3 vurulsun 10 üstü 4 vurulsun 5 vurulsun 10 üstü 12. Bu bizə nə verir? 3 vur 5 15 vurulsun əsaslar bərabər 10 üstü 16. Deməli bizdə AB hasili oldu 15 vurulsun 10 üstü 16. Bu şəkildə saxlamaq olmaz. Tam hissəni atırıq olur 1,5 vurulsun 10 üstü 1 vahid artıq artdı oldu 17. Bizim standart şəklimiz artıq oldu 1,5 vurulsun 10 üstü 17. Baxın bu ifadədə 17 qüvvətli olan bizdə olacaq tərtib. 1,5 hissə olacaq bizdə qiymətli hissə. Bütöv bu ifadə isə standart şəkil olacaq. Bizdən tərtibi soruşur. Cavab 17.